kredit kartlarından pul çıxmalar vətəndaşlarda narazılıq yaradır. Sosial şəbəkədə məlumat paylaşan Infogram A saytının baş redaktoru Əlizadə Emin Facebook hesabında bu haqda yazıb. Yoldaşımın kredit kartından işsizlik üçün sığorta pulu çıxdılar. 10 manat. 1 manat da kibertəhlükəsizlik vergisi o həyat yoldaşının hazırda heç bir yerdə işləmədiyini xatırladıb. İşsizliyə görə işsiz şəxsdən vergi tutulması təəccüb doğurub və sosial şəbəkə istifadəçiləri baş vermiş hadisəyə aydınlıq gətirməyə çalışsalar da bir nəticə hasil olmayıb. İqtisadçı Rauf Qarayev Serg Asa bildirib ki, vətəndaşların kartlarından vəsaitin çıxılması yalnız razılıq əsasında ola bilər. Ancaq yenə də vətəndaşda xəbərsiz pul tutmaların baş verdiyinə şahid oluruq. Bank hər hansı komissiya məbləği yaxud sığorta və ya xidmət haqqı tutursa, bununla bağlı vətəndaşa bildiriş göndərməlidir. Bankdan kredit kartı alan şəxslə bank arasında bağlanmış müqavilədə qeyd edilibsə ki, nəyəsə görə komissiya tutulacaq. Hətta bu halda da vətəndaşa əvvəlcədən xəbərdarlıq bildirişi gəlməlidir. Müqavilələrdə qeyd olunur. Nəyə görə komissiya haqqı tutulacaq? Ancaq yenə də kartdan vəsait çıxılmadan öncə bildiriş olmalıdır. Əlavə edək ki, işsizlikdən sığorta tarifləri 30 iyun 2017-ci il tarixli işsizlikdən sığorta haqqında qanunla tənzimlənir. Əslində, bu məsələnin hüquqi və sosial aspektləri ən fərdi vətəndaşların, həm də ümumilikdə cəmiyyətin hüquq müdafiəsi baxımından əhəmiyyət kəsb edir. Vətəndaşın razılığı olmadan xüsusilə bankın müqavilə şərtlərində yer almayan xidmət haqları, vergi və ya başqa ödəyişlər adı altında vəsaitin çıxarılması ciddi hüquq pozuntusu sayıla bilər. Bu kimi hallar bankların etibarını zədələyir və müştəri hüquqlarının qorunmaması ilə bağlı ictimai narazılığa səbəb olur. Banklar və başqa maliyyə qurumları üçün müştərilərin hüquqlarına hörmət yalnız hüquqi öhdəlik deyil, həm də sosial məsuliyyətdir. Müştəri ilə münasibətlərin qurulmasında şəffaflıq və etibarlılıq vacibdir. Belə halların təkrarlanması yalnız hüquq pozuntularına yol açmaqla qalmır. Eyni vaxtda bankın ictimai imicini də zədələyir. Bundan əlavə bankların müştəriləri məlumatlandırmaq üçün daha çox vasitə istifadə etməsi vacibdir. Bu yalnız hüquqi məsuliyyət deyil, həm də bankın müştəri etibarını qorumağa yönəlmiş strategiyadır. Ödənişlərin və çıxarışların səbəbi haqda müştərilərə izahat vermək onların hüquqlarını qorumağa yönəlmiş mühüm addımdır.